Kızlar, yeni Temu'dan alışveriş eləmişəm. Bu səfər nə almışam? Birlikdə açaq və baxaq. Temu'ya elə öyrəşmişəm. Yəni başqa artıq bir mağazadan alışveriş eləmək istəmirəm konkret. Deməli, Mislinin bu üçlü, dörtlü hətta paletini aldım. Transparan pudra, highlighter, bronzer və rumyana. Möhtəşəmdir qızlar. Yoxlamışam artıq. Sonra isə yenə Mislin firmasının Fixit makyaj sabitləyicisini aldım. Bunu niyə aldım bilmirəm. Attım səbətə. Amma bir işə yaramayan liner çəkmək üçün iki başlıqlı belə bir alət. Bunu maşın üçün almışam. Maşınımı özüm yuyuram, təkərlərimi qaraltdım deyə. Bir ədəd belə çatlara qarşı krem almışam. O qədər arıqlamışam ki, ayaqlarımın, dizlərimin üstündə çatlar var. İnşallah ki, kömək eləyər. Və bir ədəd yenə belə bu keçən dəfə göstərdiyim dodaq boyasından aldım. Onun teksturasının qalıcılığını çox sevdim. Qiymət də çox münasibdir. Bu dəfə 01 nömrəsini aldım. Səhv eləmirəmsə, məndə olan 2 nömrəsidir. 1 nömrəsini də aldım. Rəngi möhtəşəmdir. Əsl yay rəngidir. Şəftəli tonlarında superdir. Və bir ədəd də maşın üçün belə 3 başlıqlı Type-C almışam. Uzanıb qısala bilir. iPhone, Type-C və o birisinin adını bilmirəm. Yəni 3 başlıqlıdır. Artıq istifadə edirəm, yaxşıdır, amma zaryadkanı biraz gec yığır. Bu isə soyuducu üçün saxlama qablarıdır. Hansı ki, ağzı açıq bəzi şeyləri saxlamaq olar, ədviyyatlar falan. Qiymət münasibidir deyə aldım. Bir ədəd belə yay üçün, dənizə falan gedəndə istifadə etmək üçün şapka aldım. Arxası açıqdır, önü şapka, yəni önündən bağlanır. Saçınızı da yığıb istifadə edə bilərsiniz. Şapkanı da bəyəndim. Yaxşıdır, pis deyil. Belə. Hələ yolda çox sifarişlərim var. İnşallah gəlsinlər, bir-bir çəkib paylaşacağım. Bu qədər mənim sifarişim və bu sifarişlərin hamısına cəmi bilmirəm, yəni 20 neçə manat pul vermişəm. Klaim kreditlə, yəni özümə də pul qayıdıb.